müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları ilə bağlı müvafiq bizim dövlət proqramı tətbiq olunur artıq uzun illərdir. Sonuncu belə bir proqram 2022-2026-cı illərə əhatə edirdi və cənab prezidentin müvafiq tapşırığı əsasında bu proses 2 illə uzadılaraq 2022-2028-ci illərə əhatə edir. Burada başlıca məqsəd ondan ibarətdir ki, ölkə vətəndaşları dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil ala bilsinlər və həmin şəxslərlə müvafiq olaraq əmək müqaviləsi ilə bağlanır. Əvvəlki dövrlərlə müqayisə edəndə belə bir qərarın alınması ondan ibarətdir ki, əvvəl biz dövlət proqramına vətəndaşları göndərdiyimiz zaman onlar həmin xarici ölkələrdə təhsili bitirdikdən sonra qalırdılar və orada əmək fəaliyyətinə başlayırdılar. Amma indi sonuncu proqramda isə belə bir öhdəlik qoyuldu ki, ən azı minimum 5 il ölkədə əmək fəaliyyəti göstərməlidirlər, xüsusilə də ali təhsil müəssisələrində onlar xaricdə qazandıqları bilik və bacarıqları ölkə vətəndaşlarına tədris etməlidirlər. Təbii ki, belə bir şərtlərin irəli sürülməsi bəzi hallarda bizim vətəndaşlar üçün o qədər də uyğun olmur və onlar belə səbəbləri əsas gətirərək bu hüquq qazanmalarına baxmayaraq imtina edirlər. Digər səbəb isə onların təbii ki, orada hansı ölkədə qalmaq yaşam xərcləridir ki, bunu qarşılamaq da bəzi hallarda onlar üçün çətin olur. Dövlət tərəfindən konkret olaraq təhsil xərcləri qarşılanırsa, gediş-gəliş xərcləri falan qarşılanırsa, qalan demək olar ki, oradakı xərclər vətəndaşın özündən asılıdır. Onlar da bu amili nəzərə almaqla dövlət proqramına müraciət etməlidirlər. Amma müraciət etdikdən sonra belə bir vəziyyətlə üzləşdikləri zaman təbii ki, imtina etmək məcburiyyətində qalırlar.